Telefonumuz 510-0204 69-74 SMS ünvanımız açıqdır. SMS-lərinizi də çalışırıq, cavablandırırıq. Amma bir daha xatırladıram ki, mövzumuz mədə-bağırsaq problemləridir. Mədə-bağırsaq problemləri olduqca geniş bir sahədir. Bu təkcə mədənin eroziyası və yaxud da ongibarmaq bağırsağın xorasından ibarət deyil. Burada bağırsaqların keçilməzliyindən tutmuş da çox böyük bir mövzular var ki, bunların hamısını saysaq əgər nəyin bir veriliş, hətta 10 veriliş də çatmaz. Alo. 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 Bəli. Salam doktor. Əleyküməssalam. Qonaqlarınızı da salamlayıram. Doktor, mümkünsə kökəlmək barədə bir neçə məsləhət verərdiniz. Sizin boyunuz nə qədərdir xanım? Boy elə bil ki 1.65. 1.65 çəki? Çəki, doktor, deyim ki, özüm üçün istəmirəm. Yox, sadəcə olaraq o bilək ki, kimin boyunu istəyirsiniz və bilək ki... Yəni, cavan uşaqlar, yəni ki, 1.70 boy. 1.70 boy, çəkisi nə qədərdir? Çəki 47. 47 kiloqram, 50 kiloqram. Yaşı nə qədərdir? Yaşı 24. 24. Və yoxlanıb mı, qurda qarşı filan zad yoxlanıb mı? Yoxlanıb, doktor. Yoxlanmır. Bir dənə sual vermək var. Buyurun. Xanım, həmin şəxs çörə iştaha yoxdur, yemir. İştaha yoxdur, bəli, iştaha yoxdur. Bəzən də olur ki, yeyir kökəlmir. Demək, iştah yoxdur əsas. Ruxsara xanım, sualınız vardı deyəsən? Yoxlanılıb mı? Daxili müayinələrdən keçibmi? Heç bir müayinədən keçməyib. İstər kök adamların arıqlaması, istər arıq insanların kökəlməsi o qədər çox səbəbdən asılıdır ki, ümumi bir məlumat verə bilərik və onu yoxlayar, sonra da deyər ki, xeyri olmadı. Mütləq, həmişə təkrar edirəm, səbəbi araşdırmaq lazımdır. Səbəb araşdırılandan sonra müalicə çox asandır. Birinci, onun həzm sistemi, təbii ki, yediyimiz qidanı orqanizmimizdə istifadə eləyən, yerbəyer eləyən həzm sistemimizdir. Həzm sistemi ağız boşluğundan tutmuş, dişlərin quruluşundan, vəziyyətindən tutmuş, mədəsinin, mədaltı vəzi, qaraciyər, öd, bağırsaqların vəziyyəti nə vəziyyətdədir? İkincisi, Fikrət müəllim, Yıldız xanım soruşdu indi, qurtlar, parazitlər, orqanizmada, yəni patogen canlılar, şəriklər varmı, obrazlı desək? Bunların rolu böyükdür. Üçüncüsü, insanın sinir sistemindən bağlı ola bilər. Sinir sistemindən bağlı olsun, kökəlmir, əsəbidir, mübadilə çox sürətli gedir əsəbi adamlarda. Ona görə də, belə desək, kökəlmə baş vermir. Qidanın alınan maddələrin müəyyən hissəsi depolaşmır. Sonra, asılıdır, o necə qidalanır, nə cür yeyir. Əgər Ulduz xanım sual verdi, dedi ki, iştahası yoxdur. Birinci növbədə mədədən başlamaq lazımdır. Mədə turşuluğu nə səviyyədədir? O isə mədəni müayinə eləmədən yoxlamaq qeyri-mümkündür. Mədə müayinə olunmalıdır, turşular yoxlanmalıdır. Bu şeyləri araşdırandan sonra, dəqiqləşdirəndən sonra rahat olacaq onun müalicəsi. Təşəkkür edirəm. Çox sağ olun. Ulduz xanım. Yəni, əgər səbəb məlum olsa, mən də nəsə deyə bilərəm. Amma səbəb yoxdur, mənə elə gəldi. Amma biz ümumi şeylər deyə bilərik ona. Ümumi deyərik, məsələn, iştahı yoxdursa deyə bilərik. Amma iştahın yenə səbəbi. Mən, məsələn, iştahı yoxdur, ona deyə bilərəm. Yovşandır, boyma dərəndir, dəmləsin, içsin, solması çəkdir. Ən azı onu demək lazım. Əgər ödündə öd şirəsi ifraz olunmursa, solması çək, mədə şirəsinin yovşan artıracaq. Amma ola bilər ki... Həmçinin qurdu varsa, yenə də yovşan təsir göstərəcək burada. İstifadə eləsin, yeməkdən qabaq kömək edir. Tərkibində olan acı maddələr olan dərman bitkilərindən yeməkdən qabaq istifadə edə bilər. Yeməkdən qabaq istifadə edir və bu iştahın artırmasına gözəl təsir edir. Bununla da bu insanın yemək problemi varsa və yemək problemi həll olunursa, mənə görə bu istədiyi arzusuna da çata bilər. İnşallah, inşallah. Fikrətdən, çox üzr istəyirəm. Bizim pasiyentlərimiz olur. Tamamilə iştahsızlıq məqsədindən gəlmirlər, digər şikayətlərlə gəlirlər. Biz onları əsas xəstəliyə qarşı müalicə edirik və gələn dəfə hətta mənim fikrimdən bəzən çıxır ki, iştahasını soruşum, daha ciddi problemlərə diqqət edirəm. Özü deyir ki, doktor, artıq iştahım da qaydadadır. Görürsünüz, yəni mən də ona görə deyirəm ki, yəni müəyyən bir şeylər məsləhət görülür. Bu insan əsasən də bitki müalicəsinin qəribə bir xüsusiyyəti var. Biz deyirik, bax, bayaqları Ulduz xanım andızı sayır. Andızın, məsələn, təkcə mədə yarasında deyil, tutaq ki, öz kürəkdə, bəlğəm gətirici kimi, ondan sonra qurdlara qarşı, yəni çox qəribə bir bitkinin xüsusiyyəti çoxdur. Bir bitki görsən 10-15 müalicə vasitəsi kimi istifadə olunur. Dəmləməsi bir cür istifadə olunur, yağı bir cür istifadə olunur və yaxud da onun buxarından, məsələn, evkaliptin buxarından rindlərdə geniş istifadə olunur.
təbii Amma kömək eləməyən də ziyan eləmir. ziyan eləmir. Və məsələn, qızıl çətirlə zəncir otunun qarışığı çox gözəl iştah açır. Qızıl çətir bitkisi ilə zəncir otunun qarışığın dəmləməsini istifadə etsin, gözəl iştah açır. Çox sağ olun. Mən də bir məsləhət görəcəyəm ki, gözəl iştahı açmaq üçün siz demək Herbaflora jurnalını alın. Belə ki, Herbaflora jurnalını oxusaz mütləq həm iştahınız açılacaq, həm kökəlmək, həm arıqlamaq, həm müalicə vasitələrindən məlumat almaq üçün Herbaflora jurnalını alın. Belə ki, Herbaflora jurnalı ayda bir dəfə nəşr olunur və gözəl tərtibata malik olan bu jurnalın içərisində kifayət qədər xalq təbabəti müalicəsindən tutmuş, tibbin digər kimyəvi müalicələrindən də çoxlu mövzular var və bunun əldə eləmək çox asandır. Bütün poçtamplarda, köşklərdə Herbaflora jurnalını əldə edə bilərsiniz. Bundan başqa Herbaflora jurnalını əldə etmək üçün demək 437 28 10 nömrəsinə zəng vursaz, o zaman həm onun illik abunə məsələlərini, həmçinin evə çatdırılma məsələlərini çox asanlıqla həll edəcəksiniz. 437 28 10. Bizim isə telefonumuz 510-02-04-dür. Bundan başqa xatırladıram ki, Herbaflora şirkətinin fitoklubları var. Fitoklublara gedib müalicə vasitələri ala bilərsiniz. Fitoklublarda qəribə bir şey var ki, orada olan kokteyllər, oksigenli kokteyllərdən tutmuş, digər kokteyllər var ki, müalicə vasitələrdə. O müalicə vasitələrini gedib qəbul eləmək üçün isə demək müxtəlif telefonlara zəng etməlisiniz, yerini öyrənməlisiniz. Mən isə telefonları sizə xatırladıram. 012 561 85 01, 012 561 85 01, 012 492 23 46, 012 492 29 53. Bax, bu nömrələrə zəng eləsəz, o zaman Herbaflora şirkətinin fitoklubları ilə əlaqə quracaqsınız. Həmçinin də gedib dediyim kimi kifayət qədər lazım olan müalicə vasitələrini elə oradaca qəbul edə bilərsiniz. Qaldı ki, bu fitoklub adından çəkinməyin. Fitoklub olsa da, yəni orada heç bir caz, dans və s. filanlar yoxdur. Orada musiqi var, amma oynamaq üçün getmirsiniz, yəni ora gedirsiniz müalicə vasitələrindən içməyə. Klub adı isə yəni orada maraq dairəsinə uyğun olaraq bitki müalicəsindən istifadə edən insanların klubudur. Hər kəs istəsə fitoklublara müraciət edə bilər. Yenə də deyirəm, çox gözəl müalicə vasitələri var orada. Xüsusən də orada olan insanların, həkimlərin hazırladığı müəyyən halvalar var. Müəyyən belə özləri adlarını qoyublar. Məsələn, keçi buynuzu ilə bir cür halva hazırlanır və yaxud da ki, qadınların hormonal mübadiləsi pozğunluğu olanda ərküdə bitkisi ilə hazırlanan bir cür halva var. Yəni, bunların hamısından istifadə eləmək istəyirsinizsə, o zaman fitoklublara müraciət edin. Bir də xatırladıram ki, fitonad limonadları əvvəlsiz içkidir. Bütün marketlərdə demək olar ki, var. Yoxdursa, o zaman Herbaflora şirkətinə zəng vurun. Dediyim fitoklublara zəng vurun ki, Herbaflora şirkəti həmən marketlərə də fitonad limonadlarını çatdırsın. Yay vaxtı bu içkidən məhrum etməyin özünüzü. Gözəl içkidir, 100% də təbiidir. Bunu mən sizə qarant verirəm. Alo. 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 Bəli. Salamlayıram hər kəsi. Siz çox belə yavaş. Başlayayım, mənim qızımın 19 yaşı var. Yəni, aybaşı zamanı dəhşətli sancılar olurdu. Hər şey eləyərdim. Onun üçün bir müalicəsi olur, deyərdim. Xanım, mövzumuzdan kənar olsa da şübhəsiz ki, indi biz bunu bir cavablandırarıq. Mən tamaşaçılardan xahiş eləyərdim ki, mövzumuz bu günləri mədə-bağırsaq sistemi, xəstəlikləri və mədə-bağırsaq problemləridir. Ona görə də mən istəyərdim ki, bu belə bir termin var, Azərbaycan mental xüsusiyyətində hal görmənin siklinin pozulması, hal görmə, qadınların hal görməsinin sikli pozulması. Belə bir termin var, bundan istifadə edə bilərsiniz. Bu termin qədim bizim mənbələrdə də keçir, yəni hal görmə, qadınların hal görməsi. Ulduz xanım, istəyərdim buna bir qısa retsept deyəsiniz. Ziyansız, yəni qısa retsept deyərəm. Bundan qabaq ərküdəni də demişdim. Bəli. Ərküdəni demirəm, nəyə görə? Çünki ola bilsin ki, hazırlamaq lazım. Yox, hazırlamaqdan başqa da estrogenlərin miqdarına təsir göstərəcək. Ona görə ən sadə şey deyim ki, başqa ziyan olmasın. Andız kökləri bir xörək qaşığı yarım litr suda qaynatmaq lazımdır. 5 dəqiqə sonra onun üzərinə bir 2 xörək qaşığı çoban yastığı çiçəkləri əlavə edib dəmə qoyulur. Süzür, gündə 3 dəfə qəbul etsin yeməkdən qabaq, o kömək edəcək ona. Təşəkkür edirəm. Burada bir dənə SMS var. Buyurun. Herbaflora firmasında Profemin adında çay istehsal olunur və həmin bu halları götürmək üçün istifadə olunur.
gözəl təsir edir. Bəli. Çox maraqlıdır ki, demək kişilər üçün prostat vəzninin iltihabında Tiamin, qadınlar üçün Prof-Emin. Bakılor şirkəti hətta adların özünə də çox fikir verir, yəni diqqətli olasınız. Bu adları qarışıq salmayasınız. Burada bir SMS-imiz var, mən ona qısa bir cavab verəcəyim. Yazır ki, Quru Dəmirov, ona müalicə var, yoxsa yoxdur? Əslində qalanda, demək, bu psoriaz xəstəliyi, Dəmirov xəstəliyi ki var, bunun müalicəsi haqqında çox rəvayətlər və filanlar gəzir və deyirlər ki, müalicəsi yoxdur, amma müalicə olunanlar var, müalicəsi də var, biraz çətindir. Bu insandan səbr və təmkin, bir də insanın özünün münasibəti lazımdır. Bu münasibət düzgün olanda müalicə var. Əgər həmən münasibət dəyişmirsə, elə insan var, deyir ki, yaxşı bir məsəl var, deyir ki, birisi balıq satır, o birisi də yaxınlaşır ona, deyir ki, balıq neçiyədir? Deyir ki, mənim balığıma balıq niyə deyirsən? Deyir ki, necə balıqdır da? Deyir, yox, sən mənim balığıma balıq niyə deyirsən? Deyir, a kişi, indi mən sənin bir dənə sözünə görə öz ləhcəmi dəyişib, balıq deyəcəyəm. İndi burada belə bir məsələ var ki, insanlar bəzən deyirlər ki, bizi müalicə eləyib. Həkim də ona deyir ki, bunu yemə, bunu içmə, buradan keçmə, burada dayanma, burada yat, burada dur, burada deyir, mən indi sənin müalicəvə görə öz həyat tərzimi dəyişməliyəm, dəyişməyəcəm. Dəyişmirsə, heç nə dəyişməyəcək, heç SMS də göndərib əziyyət çəkməyək. Amma həqiqətən də müalicə olunmaq istəyirsə, o zaman mütləq həyat tərzi dəyişilməlidir. Xüsusən də Dəmirov xəstəliyi elə bir ağır xəstəlikdir ki, uzun müddət bunun, demək, uzun müddətdir ki, neçə illərdir həkimlər bunun müalicə vasitəsini tapa bilmirlər, amma xalq təbabəti üsulları ilə bunun müalicəsi var və müalicə olunur. Bitkilər kömək edir Fikrət müəllim. İstər sulu Dəmirov deyir, quru Dəmirov deyir, hamısına. Amma mütləq daxildən müalicə olunmaq lazımdır. Daxilə də qəbul etməlidir, xaricə ancaq köməkçi vasitəsi kimi. Əgər daxilə qəbul etməsələr, xaricdən nəsə mərhələlər istifadə etsələr, o tez-tez üzə çıxacaqdır. Ona görə paralel getsə daha yaxşı olur. Səbir lazımdır. 5 ay, 6 ay, bəzən 1 il səbirli olub, yəni daxildən tam müalicə olunsalar, bitkilərlə deyirəm, dərmanlarla, yaxşı kömək edir. Nəyə görə? Çünki bitkinin, bayaq siz demişkən, bir bitkinin 9 istiqamətdə təsirləri var. Yəni o yəqin hələ də bizə tam mənşəyə məlum deyil bu xəstəliyin, amma bilmədiyimiz şeyləri, mənşələri bitki bərpa eləyir. Yəni heç özümüz də bilmədən bitkini verəndə o bərpasını görürük və ona görə deyir ki, bitki ilə müalicəsi var. Bir dənə yağ deyim, istifadə etsinlər. Hətta Uduz xanım, üzr istəyirəm, bir dənə çox maraqlı bir şey oldu ki, tamamilə başqa bir bitkini, heç dəxili olmayan bir bitkini, bir nəfər dedi ki, içdim, filan xəstəliyi sağaldı, özümlə vətər qaldım, dedim ki, buna dəxili yoxdur. Yəni, belə bir şeylər də baş verir. Sadəcə fitoterapevtin nəzarəti nəyə görə lazımdır ki, əlavə xəstəliklər də nəzərə alsın, yəni yan təsirlər olmasın. Belə yağdan istifadə edə bilərlər. Adilə çoban yastığı yağına biraz toz ağacının qətranını əlavə etmək lazımdır. Bir də kömür, 5-6 dənə kömürü əzib qarışdırmaq. Bunları sürtmək lazımdır, yaxşı kömək edir. Yəni həmin o dediyi quru dəmirovlara yenə deyirəm, daxilədə mütləq qəbul etsin bitki yığınları. Təşəkkür edirəm. Buyurun, Füzur müəllim. Deməli, bizim bir nəfər gəlmişdi, bir yaxın adam Dəmirovdan müraciət elədi. Mən buna belə bir resept düzəltdim. Deməli, bizim rəngsiz xınamızdan bir hissə götürdüm, təxminən 50 qram bundan və 50 qram da yuqqanın tozunu götürdüm. Çünki yuqqan tərkibində iltihab əleyhinə steroidlər olduğundan bu dəmirovlarda çox gözəl təsir edir. Eyni zamanda göbələk xəstəliklərində çox gözəl təsir edir. Bunun qarışığından verdim bu adama və bir də hepartiya çayından verdim qaraciyər təmizləmək üçün. Yəni, təxminən haradasa bir ildən yaxındır bu müalicəni apardı və demək olar tamamilə gedib. Heç bir əlaməti hələ ki yoxdur. Bilmirəm, sonra ola bilər qayıdar. Əgər düzgün müalicə aparırsa və həyat tərzini saxlayacaqsa, məsələn, içki içməyəcək, siqaret çəkməyəcək, yatmağına, oturmağına düzgün fikir verəcək, getmir. Bizim bu Məhərrəm həkimim həmişə deyirəm, bizim bir Məhərrəm aktyorumuz var, Məhərrəm Müsahib. Gəlmişdir verilişə. Verilişimizdə çox iştirak edir. Bu insan özü Dəmirov xəstəliyini başdan ayağa tutmuşdur və deyir ki, mən elə bir vəziyyətdə idim ki, çölə çıxa bilmirdim, xəcalət çəkirdim və həkimlərə gedirdim, müalicə ala bilmirdim. Kimyəvi müalicədən özü oturdu, fikirləşdi, internetlə oyan-bir uzun müddətdən sonra müalicə aldı və indi maşallah heç bir dəri xəstəliyi yoxdur və uzun müddətdə sağlam yaşayıb. Hələ 250 yaxın adamı da o müalicə eləyib, yəni ona yaxınlaşan adamları müalicə eləyir, belə bir adam. Mənə də kim müraciət edir? Yəni 1 ay, 2 ay qaçanlar, yəni bezib qaçanlar, onlar müalicə olunmur. Kim ki səbirlidir, 5 ay, 6 ay, bəzən 7-8 ay, inanırsınız,
sağalma gedir də. Hələ ki, yəni başlamaq düzdür. Mən həmişə tapşıram ki, bəli, yenidən bu yenə pəhriz pozulsa, nəsə bir şey olsa, streslər keçirilsə, yenə qayıda bilər. Yəni onları gözləmək lazımdır. Təşəkkür edirəm. Burada belə bir sual var. Muskat cevizi Hind cevizidirmi? Muskat cevizi Hind cevizidir. Yəni əslində qalanda xırda, təxminən qozdan biraz balaca, amma Lənkəran qozu deyilən bir qoz var. O uzunsov formada olur, heç də dairəvi deyil, girdə deyil, uzunsov formada, təxminən ona oxşuyur. Çox ətirli bir maddədir, xörəklərdə istifadə olunur, bizim mətbəximizin gözəl yeməklərindən biridir. Muskat cevizi həmən o elə Hind cevizi adı ilə. Mədə spazmalarında gözəl təsir edir. Tromblarda, sonra qanın durulmasında iştirak edir, ondan sonra revmatizm xəstəliklərində. Yağını çəkilir ayağa. Çox gözəl bir Sizin məşhur bir reseptiniz var. Mənim pasiyentim yanıma gəlmişdi. Demişəm bunu bir dəfə də. Ki, Fikrət müəllim mənə bir resept dedi. Muskat cevizinlə qadın cinsi problemi var idi nəsə. Çox gözəl ona kömək etmişdi. Bəli, bəli. Çox gözəl. Düz deyirsiniz. Çox qəribədir. Bu mətbəx istifadə elədiyimiz bu kulinar ədviyyatları var. Bunların ədviyyatları, məsələn, bu yaxınlarda Türkiyədən həkimlər çıxış elədilər. Çox maraqlı bir şey dedilər ki, bunlar elə darçını biz çoxdan demişdik, efirimizdə çox demişik. Darçının, sonra zəncəfilin və bu muskat cevizinin, qara çörək otunun və bir neçə komponent də əlavə eləyən qüdrət narının nəticəsində bir həb düzəldiblər. Həb də bundan ibarətdir ki, şəkər xəstəliyinə qarşı həbdir. Çox gözəl nəticə alırlar. 2 aya yaxın nəticə alırlar. Sonra ondan, məsələn, müəyyən müddətlərdə 1 və ya 2 kapsula yəqin ki, qəbul eləmək nəzərdə tutulur. Amma 2 aya çox gözəl nəticə alırlar. Yəni, şəkər xəstəliyini kifayət qədər normaya salırlar. İnsan normal həyat tərzi yaşamağa başlayır. Burada demək, Ulduz xanım, salam, sizdən çox xahiş edirəm. Mənim qızıma görə bir məsləhət deyəsiniz. Qızım Samirənin 9 yaşı var. Onun böyrəyinə görə neçə dəfə analizə aparmışam, yoxlatmışam və çox xahiş edirəm məsləhət verəsiniz. Amma mən xanıma belə məsləhət verərdim. Birisindən məsələdir. Burada bilinmir ki, böyrəyinə görə nə olub, nə edib. Mən məsləhət görərdim ki, hörmətli xanım, siz həmən uşağı da götürüb Ulduz xanımın yanına gələsiniz. Bir halda ki, Ulduz xanımla müalicə istəyirsiniz. Telefonunu da xatırladıram. 492 29 53 492 29 53 və yaxud da ki 492 23 46-ya da zəng vursaz, o zaman hər iki telefondan sizə Ulduz xanım haqqında kifayət qədər məlumat verəcəklər. Ulduz xanımla əlaqə qurun, gedin Bənövşə Yaşıl Aptekində o müalicə vasitələrini alın. Demək, bir daha xatırladan telefonumuz 510-02-04-dür. Alo. 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 Eşidirik sizi. Danışın. Buyurun, xanım, niyə gec danışırsınız? Mən xəstəlikim mədə ilə bağlıdır. Bəli? Deməli, mədə həzmin pisdir. Çox yoxlatmışam. Xanım, bir dəqiqə, xanım, televizorun səsini azaldın. Televizorun səsini azaldın. Siz televizorun səsini azaldın ki, biz də sizi doğru eşidək, siz də bizi doğru eşidəsiniz. Televizorun səsini tamamilə azaldın və buyurun. Mədə ağzı deməli bağlanmır, açıq vəziyyətdədir. Bir də bağırsaqlardan göbələk deyilən xəstəlik kimi var. Mədəm də pis həzm edir, yediyim həmişə elə bilirəm ki, şişkinlik verir mən sonra. Boğazımda həmişə elə bilirəm ki, udğunuram, elə boğazımda qalır, yediyim. Sualınız var mı? Akşamadan vaxt belə oluram. Ruxsarə xanım, sualınız da yoxdur ki? Yox. Təşəkkür ederim. Xanım, neçə yaşınız var? Bir onu deyin. 39. 39 yaşınız var və neçə müddətdir bu xəstəlikdən əziyyət çəkirsiniz? Hardasa bir ildən çoxdur. Bizim çox az vaxtımız var, Ruxsarə xanım. Xanım o qədər yaxşı klinikasını aşkar dedi ki, heç bir əlavə sualı ehtiyac yoxdur. Xanımda tipik klassik qastroözofageal reflüks xəstəliyi var. Təbii ki, dərman vasitələrini indi mən buradan saya bilmərəm. Rejimini, tərzini ona deyə bilərəm. İstəsə, Ruxsarə xanım, istəsə sizə yaxınlaşar. Yəni, çox rahat. Kimyəvi müalicə almaq istəsə, əgər istəməsə, fitoterapiya ilə müalicə istəsə, o zaman Ulduz xanıma yaxınlaşar. Ulduz xanım, bu müalicəsi bir balaca qısa bir şey deyəsiniz mümkünsə. Çünki bizim cəmsi 2 dəqiqə vaxtımız var. Elə
Gülxətminin kökləri, bayaq mən andızdan danışdım, andız ona kömək edəcək, yaxşı. Bir də götürmək lazımdır boyma dərəm. Bu üç bitkidən istifadə etsə, yaxşı kömək edə bilər. Yəni, köklər hərəsinə bir qaşıq qaynadılmalıdır yarım litr su ilə. Sonra onun üzərinə bir xörək qaşığı da boyma dərən əlavə olunur, dəmlənir. Gündə 3 dəfə yarım stəkan yeməkdən qabaq qəbul edilir. Təşəkkür edirəm. Füzuli müəllim, vaxtımız 1 dəqiqə. 5 xörək qaşığı keşniş götürür, 5 xörək qaşığı nanə götürür, 1 xörək qaşığı cirə götürür, 1 xörək qaşığı darçın götürür. Bunların qarışığını istifadə eləsin, mədə spazmalarına çox gözəl kömək eləyir. Və bir də çoban yastığı bitkisi ilə, mən bayaqları dedim, indi o yukka bitkisini tapa bilsə, bunun qarışıqları göbələ əleyhinə çox gözəl təsir edir. Təşəkkür edirəm. Belə bir yığımınız varmı? Yəni, belə hallarda yoxdur. Düzəldib verə bilərik. Məsələn, fitoklublarda verə bilərik. Təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Gəldiniz, tamaşaçılarımızın suallarınızı cavablandırdınız. Sağ olun. Bu günlük əziz tamaşaçılar, təəssüflər olsun ki, vaxtımız o qədər sürətlə gəlib yekun